Supporting idea one, yani birinci ideyanı yazmaq üçün, dəstəkləyici fikri yazmaq üçün biz yuxarıda yəni topic sentence'imizi verdik. Practical skills should be given more attention. It's good for several reasons. Mən şimdi bu ideyanı hal-hazırda dəstəkləməliyəm. Ona görə dəstəkləyici fikri, yəni üçün yazmaqdan ötürü bir neçə yəni ki bağlayıcılar var. Yəni bura aiddir. Məsəl üçün firstly var, first of all var. To begin with var. Hamısına yaza bilmirəm. Çünki vaxtımız çox gedəcək. To begin with. Sonra to start with. On the one hand, on the other hand. Bunlar dəstəkləyici fikri yazmaqdan ötürü istifadə olunan, yəni ki keçidlərdir, bağlayıcılardır. İndi burada yazılıb hər şeydən əvvəl biz nə götürməliyik? First of all. Düzdürmü? Vergülümüzü qoyuruq. Praktiki bacarıqlar şagirdlərə gündəlik situasiyaların öhdəsindən daha asan gəlməyə kömək edir. Demək, biz burada elə praktiki bacarıqlar, practical skills yazacağıq. Practical skills. Practical skills. İndi kömək edir. Help. Kimə kömək edir? Students. Şagirdlərə praktiki bacarıqlar şagirdlərə kömək edir. Öhdəsindən gəlmək deal with. Sonra öhdəsindən gəlməyi yazdıq. Gündəlik situasiyalar nə idi? Gündəlik situasiyalar everyday situations idi. Onu da yazırıq. Everyday situations. Everyday situations daha asan deyir. Daha asan deyirsə onda more easily olacaq. Sonra onlar ünsiyyət qurmağı, pulu idarə etməyi və problemi həll etməyi öyrənirlər ki, bu da onlara böyük həyata gələcək peşələrə hazırlayır. Onlar öyrənirlər. Onlar yəni ünsiyyət qurmağı, onlar öyrənirlər olacaq. Onlar nəyi öyrənirdilər? Demək, ünsiyyət qurmağı. How to communicate. Sonra pulu idarə etməyi, manage money. Sonra və bu idarə etməyi, problemləri həll etməyi öyrənirlər. Problemləri həll etməyi, solve problems. Düzdürmü? Etməyi öyrənirlər ki, yəni burada yəni vergülümüzü qoyuruq və bu da onları böyük həyata və gələcək peşələrə hazırlayır. Bu deyəndə and these prepares hazırlamaq, prepares'dır da, düzdürmü? Prepares, o kimi onları da böyük həyata, for adult life və gələcək peşələrə və gələcək peşə olacaq onda and future jobs.